Sumqayıtda Böyük İdman Bayramı 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş Qurtuluş Kuboku 2026 mini futbol turnirinin möhtəşəm açılış mərasimi baş tutub. Səhiyyə işçiləri bu dəfə ağ xalatlarını idman formaları ilə əvəz edərək yaşıl meydana addımlayıblar. Sumqayıt Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının təşəbbüsü, Sumqayıt Tibb Mərkəzi və Abşeron Xızı Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilən turnir rəsmi hissə ilə başlayıb. İlk olaraq ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca isə dövlət himnimiz səsləndirilib. Tədbirdə çıxış edən Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Göyünçə Abdullayeva, Abşeron Xızı Regional Gənclər və İdman İdarəsinin rəsmisi Vahid Abdullayev və Sumqayıt Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Elmira Quliyeva turnirin əhəmiyyətindən danışıblar. Natiqlər vurğulayıblar ki, bu yarışın əsas məqsədi həkimlərimiz və tibb işçilərimiz arasında həmrəyliyi möhkəmləndirmək, sağlam həyat tərzini təbliğ etmək və kollektivdə komanda ruhunu gücləndirməkdir. Bəs çempionluq uğrunda hansı komandalar mübarizə aparır? Turnirdə ümumilikdə 8 komanda yarışır. Onlardan biri Sumqayıt Narkoloji Dispanserini, digər 7 komanda isə Sumqayıt Tibb Mərkəzini və onun tabeliyindəki tibb müəssisələrini təmsil edir. Meydanda rəqabət, kənarda isə əsl dostluq havası var. Açılış mərasiminin ardından elə ilk günün gərgin oyunlarına start verilib. Turnirin növbəti qarşılaşmaları iyunun 8-də davam edəcək. Böyük final və mükafatlandırma mərasimi isə iyunun 12-sində baş tutacaq. Görəsən kuboku hansı tibb müəssisəsi qazanacaq? Bütün komandalara uğurlar arzulayırıq. Videonu bəyənməyi, şərh yazmağı və kanalımıza abunə olmağı unutmayın. Növbəti sujetlərdə görüşənədək.